Əgər biz də övladımızı tərbiyə etdiyimiz zaman gözəl şəkildə tərbiyə etmək istəyiriksə, çalışıb bu 4 şeyi özümüzdə cəm eləməyə çalışmalıyıq. Birinci gördüm ki, onlarda uşaqlara qarşı olan sevgi və o sevgini onlara izhar eləmək var idi. Və onlara gözəl, sevgiyə dəlalət edən kəlmələri uşaqlarına eşitdirərdilər. O kəlmələrlə onlara səslənərdilər. Və həmçinin ikinci əsas səbəblərdən birisi nə idi? Onlara ehtiram etmələri, onları daim həvəsləndirmək, onları daim tərifləmək, sənə etmək. Yəni valideynlər uşaqlarını belə edərdilər deyir. Və həmçinin onlara özgüvən vermək. Və həmçinin üçüncü, onların istifadə etdiyi şeylərdən üçüncüsü nə idi? Deyir ki, onları ikram etmək, onları daim yaxşı şeylərə rəğbətləndirmək, hansı ki o şeylər ki, onların ağılları çərçivəsində olan şeylər olsun. Və dördüncüsü də onlarla, övladlarla da dost kimi müamilə etmək. Uşaqla, rəsmi insanlarla müamilə etdiyi kimi yox, öz övladları ilə sanki bir dost kimi rəftar edərdi, yumşaq rəftar edərdi. Deyir ki, mən deyir, yəni övlad tərbiyəsində uğur qazanan kimsələrin həyatına baxdığım zaman bu 4 şeyi görmüş oldum.